Vətən müharibəsində könüllü iştirak edən Sabir Rizvanov Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Ordumuzun böyük zəfərindən sonra mülki həyata qayıdan Sabir bir müddət işsiz qalıb. Sentyabr 28-də hərbi təminlərə qoşuldum, könüllü var. Oktyabrın 6-sı bizi döyüşlər apardılar Xocavənd Cəbrayıl istiqamətində. Birinci adutdan giriş oldu, ağır döyüşlərlə olub keçirdi. Sonra Gönçdə döyüş yoldaşlarımızla, döyüşlükdə şəhidlərimiz oldu. Sonra yekun hədəfimiz Qırmızı Bazar oldu, Şuşa istiqamətində. Müharibə gedəndə mən işdən çıxmışdım orada. Biz fayda işləyirdim, böyle obyektim yox işləyirdim. 16 yaşından bu sənətliyəm, mən profesyonel işləmişəm. Gəldim, müharibədən gələndən sonra biraz müştəri də itirmişdim, o vaxtdan sıfırdan başlamışdım da. Qəhrəmanımız bərbərliyə davam etmək üçün Dövlət Məşğulluq Agentliyinə müraciət edib. Qurum onu lazım olan bütün avadanlıqlarla təmin edib. Sənətim var idi, təbii olaraq ki, bərbər sənəti idi. Bizimki bərbər işləmək üçün prosta avadanlıqlar yoxdur. Mən mebellə, kresloyla, bəzi şeylər var ki, hər bərbərdə yoxdur. Məndə mebeldir, kreslodur, kondisionerdir, steriliz aparatıdır, maşınkalardır, qayısıdır. Gələcəkdə inşallah məşğulda belə bir şey var ki, siz işçilər götürürsünüz, avadanlıqlar sonra verirlər, dəstək olurlar. Daha çox avadanlıq verirlər işçilərə görə. Bizdən böyütmək layihədir. İnşallah onu qoşmaq istəyir. Bu gün 26-cı sala görürdü. Üstəlik işi gəlir, yadaydı, çox sağ olun, Allah razı olsun. Bütün əsgərlərimizi, post olan, xəttəli əsgərlərimizi Allah can sayısın, Allah qorusun var inşallah. Vətən müharibəsindən qayıdan hər bir döyüşçü bizim qürur yerimizdir. Dövlətlə yanaşı biz də cəmiyyət olaraq onlar üçün əlimizdən gələn yardımı göstərməliyik. Ruhiyyə Balakişiyeva, Elvin Zeynalov.